Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev, Ramiq Abidov adına 85 nömrəli tam orta məktəbin direktoru Əhmədov Maqsud Musa oğlunu və 89 nömrəli tam orta məktəbin direktoru Babazadə Dadaş Teyyub oğlunu 65 illik yubileyləri münasibətilə təbrik edib. Yubileyarları rayon icra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edən Adil Əliyev onlara ən xoş arzularını çatdıraraq uzun və sağlam ömür işlərində müvəffəqiyyətlər arzulayıb. Qeyd edək ki, 1982-ci ildən pedaqoji fəaliyyətə başlayan 2009-cu ildən hal-hazıradək Ramiq Abidov adına 85 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışan Əhmədov Maqsud Musa oğlu, eləcə də 1978-ci ildən pedaqoji fəaliyyətə başlayan 1993-cü ildən hal-hazıradək 89 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışan Babazadə Dadaş Teyyub oğlu çalışdıqları müddətdə vəzifələrini ləyaqətlə təmsil etmiş, peşəkarlıqları və yüksək insani keyfiyyətləri ilə seçilərək kollektivləri arasında böyük hörmət qazanmış, eləcə də rayonun ictimai-siyasi həyatında fəal iştirak etmişlər.